Demək, axşamın xeyir olsun İlxan bir daha. Xoş gördük səni. Axşamınız xeyir, xoş gördük. Çox sağ olun. Demək, biz səninlə bir yerdə başlanğıc təlimini keçdim sənə. E, Fikirlərin necədir? Münasibətin necədir? Yəni təlim necə keçdi sənin fikrincə? Normal keçdi, yoxsa müsbətləri ilə, mənfiləri ilə hamısı nə varsa buyur bizimlə paylaşsan sevinərik. Belə deyim, əvvəla çox sağ olun. Yəni əziyyətinizə görə, vaxt ayırdığınıza görə. Təlim də yəni müsbət cəhətləri oldu. Yəni istər tanışlıq baxımından, yəni belə desək, ilkin səviyyə olsa belə hər bir işdə olduğu kimi belə desək, başlanğıc səviyyənin nə qədər təməli güclü olsa, sonrakı istiqamət üzrə də o qədər faydalı belə desək davam eləmək olur. Buna görə yəni mənə qazandırdıqları təlim müddətində faydalı oldu deyə bilərəm. Bax, təlim vaxtı ki, bax keçdiyimiz belə deyim mövzulardan hansı daha sənin üçün belə deyək effektiv oldu? Düzdür, sən az da belə deyim, az deyim ki, anlayışın yox idi. Yox, anlayışın var idi. Demək olar ki, hər dərsdən az da olsa xəbərin var idi. Amma ən çox sənin üçün hansı mövzu belə deyək, xoşuna gəldi? E, Belə deyim, siz də qeyd elədiyiniz kimi ola bilər izləyənlərdən də məlumatı olmayacaq yəqin ki, o barədə deyim. Mənim tradinglə, yəni təxmini tanışdığım 6 ayla 1 il arasında qeyd edə bilərik. Özümün də yəni magistratura səviyyəsində maliyyə təhsilim var. Buna baxmayaraq, yəni mənə qatdığı şeylər oldu. Yəni müəyyən səviyyə olsa belə istər-istəməz gözdən qaçan, yəni özümün fikir vermədiyim, müəyyən sistemləşməmiş məlumatlar olur öyrənmə prosesində. Həm faydası oldu ki, sistemləşmiş şəkildə öyrəndim. Məlumatlar mümkün qədər yığcam formada oldu və belə desək, ilkin tanışlıq mərhələsi olsa belə, yəni təlimin mənə faydaları oldu. Yəni belə desək, ilk dərslərdən müəyyən qədər məlumatım var idi, amma sona qədər olan hissələrdə təxminən son əsasda 2 dərs belə desək daha mənə qatdığı məlumat cəhətdən, informasiya cəhətdən, həm də şəxsi inkişaf cəhətdən daha faydalı oldu deyə bilərəm. Lap yaxşı, lap yaxşı. Ümumiyyətlə, bax mənim izah eləmə üslubum, mənim mövzuları izah eləmək, belə deyim də, şəklim sənin üçün necə oldu? Yəni mən çoxmu çətin, mürəkkəb izah edirəm, yoxsa necə? Sizin belə desək metodiki cəhətdən izah eləmə formanız yaxşıdır. Məni yəni şəxsən qane elədi. Lazımsız belə desək çox terminlərə və sairəyə qaçmadan mümkün qədər hər kəsin başa düşə biləcəyi şəkildə sadələşdirilmiş, yəni belə desək tam belə desək təlimin istədiyini verə biləcək səviyyədə öyrədirsiniz. Yığcam informasiya, əsas sualın cavabını tam təmin edəcək səviyyədədir. Çox qırağa məsələn kənarlaşmalar olmadan və sualları əhatə edəcək səviyyədə hər bir mövzunu belə desək proqramlaşdırmısınız və ona uyğun da tədris edirsiniz. Yəni ortalama məndən hər hansı bir, belə deyim, belə deyək də, mənfi bir cəhətmi dərs prosesində görmədin, elə başa düşürəm. Yəni mənim izah Bəli, eləmək bəli. şəklimlə yox, tam səmimi, əgər hər hansı bir, bax burada ikimizi indi qulaq asanlar da olacaq. Yəni tam səmimi, mən ona görə istəyirəm ki, hamı səmimi öz fikrini bildirsin ki, yəni nə mənfi cəhət varsa onu da desin, müsbət də onu desin. Yəni özün görsən də mən tək sən yox, mən hamı ilə, hamının belə deyim də başa düşəcəyi formada izah eləyirəm. İndi biri məsəl üçün başqa bir belə deyim, ixtisasın yiyəsi, biri məsəl üçün ustadır, biri məsəl üçün proqramistdir. Yəni onların başa düşəcəyi dildən izah edirəm ki, çox dərsləri ki, düzdür, belə qatma qarışıq da izah eləmək olar, terminlərdən də istifadə eləmək olar, amma mən onun çox da əleyhinə deyiləm. Mən çalışıram ki, hamıya yəni elə izah eləyim ki, əsas odur ki, yəni əzbərçilik olmasın da, insan qarşımdakı insan, yəni öyrətdiyim tələbə məsələnin məntiqini başa düşsün. Yəni qırsaqqız kimi uzada-uzada getmirəm ki, ay ingilis sözü belə getdiyinə nə oldu? Yəni çox da terminlərdən özümü belə deyim, cool göstərməyə çalışmıram. Əsas burada məqsəd gördüyün kimi, yəni əsas yəni yenə də deyirəm, tələbə başa düşsün ki, burada nə baş verir.
Bəli, amma yəni mən yenə vurğulayım. Mən özümün təxminən 1 ilə qədər tanışlıq, yəni təcrübəm var. O terminlərlə də əvvəldə tanış olmuşam. Yəni müəyyən anlayışım var. Hətta siz daha qəliz formada keçsəydiniz belə mən onu yəni müəyyən qədər anlaya bilərdim də keçilən səviyyədə. Amma dediyim kimi bununla belə sizin minimum sadə diliniz, belə desək, uyğun tədris metodu, yəni proqram nəyi tələb eləyirsə, o əsasda çox kənarlaşmalar olmadan, əsas sualın cavabı nəyi tələb eləyirsə, ona uyğun tədris olunması, belə desək, müsbət cəhətləridir təlimin. Ona uyğun, yəni mən maksimum razı qalmışam. Mən də çox xoş oldu sənin razı qalmağın və bir dənə də sual vermək istəyirəm sənə. Yəqin ki, Buyurun. sən də bu belə deyim, cümləni tez-tez eşitmisən. Bəzi məsələn insanlar var ki, deyirlər ki, yəni bu sahəni, trading sahəsini təlim keçmədən, belə deyək, kurs keçmədən öyrənmək olur da. Yəni təlimlərə verilən pullar boş şeylərdir. İnsan özü də istəsə YouTube-dan öyrənər, oradan buradan öyrənər. Yəni bu cümlə ilə necə razılaşırsan və yaxud da razılaşmırsan? Belə deyim, əslində müəyyən qədər insan iradəsinə bağlı səbəblərdir onlar. Yəni elə bir insan ola bilər ki, iradə səviyyəsi çox güclü ola bilər. Öyrənər, məsələn, axır əvvəl və sairə necəsə öyrənər. Sadəcə o yəni mümkünsüz bir şey deyil də. Sadəcə o yolunu, öz yolunu öyrənsə belə müəyyən qədər dolaylı yollarla aparır da. Axır əvvəl nəyəsə məqsədə çata bilər, 10% mənimsəyə bilər, 40, 30, 50 və ya hətta çox, yəni dəqiq planla gedər, 100% mənimsəyər. Amma bu təlim prosesi bu işi mümkün qədər sürətləndirir və belə desək lazımsız informasiyanı mümkün qədər azaldır. Bəli, yəni mümkünsüz bir şey yoxdur insan iradəsinin qarşısında. Amma dediyim kimi əvəzində itirdiklərimiz məsələn vaxt olur. Ən dəyərli insan üçün yəni vaxtdır da ölçülə bilən dəyər olaraq. Təbii ki, yəni yenə dediyim kimi insan iradəsinə bağlı səbəblərdir, hamısı mümkündür. Ancaq dediyim kimi, necə deyim, mümkün qədər vaxt ikisinin qarşısını almaq üçün, sistemləşmiş hərəkət etmək üçün, müəyyən təlim planına uyğunluq fayda verdiyi üçün, yəni təlim səviyyələrini, başlanğıc və digər səviyyələri məncə öyrənməyə dəyər. Yəni belə deyim də, bax sən sənin burada başlanğıc təlimdə öyrətdiklərimi daha doğrusu, sənin özünə qalsaydı, sən təxmini nə qədər müddət öyrənərdin? Bax 14 gün çəkdi də bizim təlimimiz belə deyək. 14 gün ərzində Bəli. həftədə 3 dəfə təlim keçirdik. Bax bu sənə öyrətdiklərimi sən özünə qalsaydı nə qədər vaxt öyrənərdin təxminən? Belə bir Yəni tam ölçümə, yəni dəqiqliyi mən ilə ha. özüm də sahibəm. Dediyim kimi təxminən 1 il belə araşdırmalar, müəyyən öyrənmə prosesi olub. Təxminən bu 14 günlük hissəni mən özüm öyrəndiyim qədər səviyyə çatmağım təxminən 2 ay, bəlkə də 3 aya yaxın bir müddət deyə bilərik. O platformalarla indi mərhələlər var da, hər dərs mərhələlərin təxminən məsələn ümumi 2 həftədirsə mən mərhələ-mərhələ hər bir dərsi təxminən 1 həftə, 10 gün, 2 həftəyə yaxın müddətdə, ümumidə təxminən 2 ayla 3 ay arası bir vaxtda deyə bilərdim ki, öyrənmişəm. Bəli, hələ sənin yenə də deyirəm, sən başlanğıc təliminə qoşulanda sənin sıfır biliyin yox idi ya. Yəni sən sıfır deyildin. Yəni hər mövzudan demək olar ki, az da olsa məlumatın var idi. Amma hələ bununla Bəli. belə sən yenə də gəldin başlanğıc təliminə qoşuldun. Daha dəqiq belə deyək, mövzunu bildiyindən nə var nə yox. Amma bugünkü gündə məsələn bəzi insanlar var ki, bəzi dostlarımız var ki, birbaşa elə gəlib mənim master təlimimə qoşulmaq istəyirlər. Mən də məsələn onlara izah eləyəndə ki, məsələn altyapıda türklər demişəm, bir ilkin nəzəriyyəni bilmək lazımdır. Yəni özün də görürsən başlanğıc təlimində səncə bax bunları bilməyən insan gedib birbaşa strategiya öyrənməyi nə dərəcədə doğru olar? Yəni belə deyək də orada gördüm bizim broker haqqında dərslərimiz, MetaTrader və digər TradingView alətlərinin istifadə qaydası, ümumi baxış. Bunları bilməyən insan necə gedib strategiya öyrənə bilər? Öyrənə bilərin heç nədə başa düşməyəcək. Razısan bu fikrimlə? Bəli, yəni tam razıyam. Yəni siz də çox sağ olun, yəni qeyd eləyirsiniz. Mən məsələn ola bilər məndən məsələn az səviyyədə qatılan şəxslər də ola bilər. Daha yüksək məsələn həm bilik səviyyəsi, həm qavrama səviyyəsi olan şəxslər də qatıla bilər. Məsələn yenə məsələn mən müəyyən bilik səviyyəsində həm dediyim kimi ixtisas təhsilim var, həm də ki müəyyən araşdırmalar etmişəm. Onunla belə mən həm boşluqların doldurulması, həm
Məsələn, nəyisə öyrənirəmsə, başlanğıc səviyyə belə olsa, onu tam əhatəli şəkildə öyrənmək məqsədi ilə başlanğıc təlimə başladım. Yəni bir şeyin ən belə desək, sonrakı dövrlərdə yaxşı olması fundamentdən başlayır. Yəni fundament nə qədər güclü olsa, Bəli, təməl nə qədər o güclü qədər olsa, bir o qədər də faydalıdır. bəli, tam razıyam səndən. Düz vurğuladın. Və bir sual da vermək istəyirəm sənə, Elxan. Bax, sənin bu başlanğıc təliminə ödədiyin ödəniş belə deyək. Səncə necə düşünürsən? Çox idi, həddindən artıq şişirdilmiş bir qiymət idi, yoxsa necə idi? Yəni necə qiymətləndirirsən? Yəni azdan çoxdan sən də səhv eləmirəmsə, bilməm olmusan yoxsa yox. Yəni digər təlim keçənlərin qiymətlərini də bilirsən də azından çoxundan yəqin ki. Yəni bu Bəli. təlimə ödədiyin ödənişi necə qiymətləndirirsən? Mən əvvəl hər hansı bir təlimdə iştirak etməmişəm. Müəyyən olub, məsələn, Türk və Azərbaycan trading sahəsində müəyyən YouTube kanallarından izlədiyim olub. Amma müəyyən təbii ki, yəni bazar qiymətlərindən, kurs, tədris və proseslərindən xəbərim var. Yəni belə desək, onlara nisbətən yəni başlanğıc təlimləri belə ən azı 3 qat qiymətə keçənlər var. Yəni ona nisbətən təbii ki, ən minimal bazarda təklif olunan qiymətdir. Öz belə desək uyğundur məncə qiymət tədris prosesinə. İlkin mərhələni tam əhatə eləyir və mən də indi müəyyən araşdırmalar eləyib sizlə əməkdaşlıq eləmişəm. Yəni tədris proqramlarına nəzərən hətta bu səviyyədə təlimi belə ən azı təxminən indi dəfələrlə 3 dəfə, 4 dəfə baha qiymətə təklif edən şəxslərlə də belə desək qiymətləri ilə tanışam da. Ona uyğun məncə keçilən təlimə paralel və bərabər qiymətlərdir. Aha, lap yaxşı. Elxan, və sonda bir dənə istəyərdim ki, səndən bir şey xahiş edeyim. Bax, mənim təlimimdə iştirak eləmək istəyən bəzi dostlarımız var ki, təlimdə iştirak eləmək istəyir, amma yenə də hardasa tərəddüd eləyirlər ki, görəsən necə olar? Yəni bunu ödədiyim ödəniş dəyərmi, dəyməzmi? Yəni ümumiyyətlə bu təlimi keçmək dəyərmi? Yəni bir sözlə tərəddüd edənlər var. Həmin insanlara nə demək istəyərdin? Belə deyim, yəni təlim müəyyən qədər sürətləndirici vasitədir, faydalıdır və müəyyən məsələn təkmil formada keçilsə, insana həm metodika cəhətdən, həm psixoloji cəhətdən faydalar qatır, iş prosesini sürətləndirir, amma insan onunla bərabər paralel yekunda insan iradəsinə bağlı səbəblərdir. Təlimlə paralel çalışsınlar, öz üzərində işləsinlər. Yəni insan özü də başa düşməlidir ki, bu proses belə desək müəyyən qədər ixtisas peşə kimi fikirləşməlidir özünə. Müəyyən həm maliyyə müstəqilliyinə çatmaq üçün, yəni insan öz iradəli yanaşmalıdır. Məsələn, tək təlim aldım, onunla proses yekunlaşmamalıdır. Yəni disiplin, öyrənmə həvəsi və təlimə belə desəm məsuliyyətli yanaşma da bu prosesdə paralel formada davam etməlidir. Bəli, bəli. Mən həmişə deyirəm tələbələrimə, bax sənə də təlim zamanı dedim ki, məsəl üçün mən bu mövzunu sənə izah eləyirəm. Mən bunu lap 10 saat da dayanmadan danışım, göstərirəm, danışıram, göstərirəm sənə, düzdürmü? Amma sən bunu özün tərtib eləməlisən ki, özün işləməlisən ki, sən bunu öyrənə biləsən. Yəni mən sənə belə deyim, praktiki yolunu göstərirəm ki, yəni bu budur, bu budur, bu budur. Amma sən onu əl atmalısan, işləməlisən. Yəni düz vurğuladın. Yəni trading sahəsi də böyük bir sənətlərdən biridir. Necə ki, biri gedir maşın ustası olur, biri ev ustası olur, biri nə bilim IT işçi olur, biri kompüter ustası olur. Yəni bunlar necə sənət olduğu kimi tradingin özü də bir sənətdir. Yəni bunun birmənalı olaraq sənətdir. Yəni bunun başqa yolu yoxdur. Təbii ki, bunu qumar edənlər də var. Artıq o insanların öz biləcəyi işdir. Yəni hər bir sənətdə olduğu kimi trading sənətində də, trading sahəsində də çalışmaq lazımdır. Yəni istənilən bir təlim olsun, fərqi eləmir. Əldən keçirsən və əldən keçirsən. Yəni başqa yerdən də təlim keçəndə sənə məsələn müəyyən tapşırıqlar verir ki, mentor get bunları elə. Elə gətir qoy qabağıma. Mən də baxım bir yerdə ki, mənim məsələn tədrisim belədir. Mən tələbələrə tapşırıqlar verirəm. Deyirəm məsələn gedin bunu eləyin. Əsasən də master təlimində. Deyirəm gedin bunları eləyin. Mən gətirin, göstərin ki, səhv eləyin ki, o səhvi birlikdə düzəldək. Yəni dediyim kimi insan, yəni mən öyrədirəm, amma qarşımdakı insan da gərək hərəkət eləsin, çabalasın, işləsin ki, daha da inkişaf eləsin.
Bəli, düz vurulursunuz tamamilə. Heç nə İlxan, bir daha təşəkkür edirəm, vaxt ayırdın. Çox sağ ol ki, öz səmimi fikirlərini bizimlə paylaşdın. Sənə növbəti trading sahəsində də belə deyək, uğurlar arzu eləyirəm. Çox sağ olun. Mən də yəni əvvəldə qeyd elədiyim kimi öz təşəkkürümü bildirirəm. Həm ayırdığınız vaxta görə, həm səmimi tədris prosesi, hər hansı bir yəni özümüz də yəqin ki, bu baxan şəxslər də bu videoya xəyal satan şəxsləri görüblər də ki, yəni bahalı həyat deyil bu trading prosesi. Ən yaxşı halda müəyyən üst səviyyə gəlir verə bilərsə, amma sizin yəni tədris prosesiniz hər hansı bir dediyim kimi o şəxslərdən fərqli olaraq xəyal satmaqdan, şişirdilmiş hər hansı bir vədlərdən ibarət deyil. Yəni izləyən şəxslər də bunu belə başa düşsələr, müəyyən belə desək reallıqdan uzaq xəyallara qapılmasalar və disiplinli olsalar ən əsas mənada və iradəli öyrənmə prosesini davam etsələr, bu sahədə inşallah ki, uğurlu olacaqlar. Bəli, tam razıyam səndən. Çox sağ olun bir daha. Oldu, sağ ol İlxan, təşəkkür edirəm sənə. Var ol ki. Sağ olun, minnətdarım.